Ukrayna ordusu Rusiyaya qarşı bir hərbi əməliyyat keçirtdi və adını da şərti olaraq hörümçək toru qoydu. Bunu bilirsiniz. Bu hörümçək torunda Rusiyanın strateji hərbi aviasiyasının 35%-ni məhv etdilər. Bir əməliyyatda. Amma indi mən başqa bir hörümçək torundan danışacağım və diqqət edin, görün hansı daha ölümcüldür. İkinci bir hörümçək toru da elə Azərbaycana qarşı qurulub, özü də içəridən təbii ki. Öncə sizə maraqlı bir faktı deyim. Prezident administrasiyasının kadrlar şöbəsinin rəisinin neçə yaşı olar sizcə? Ümumiyyətlə, prezident administrasiyasında kadrlar şöbəsinin rəisi nə iş görür, nə iş görə bilər? Orada bir Samir Nuriyev var, administrasiyanın rəhbəridir. Kadrlar işinə də o baxır. Həm də necə baxır? Kadrları əsasən Paşa Holdinglə göndərirlər ya da Heydər Əliyev fondundan. Samir Nuriyev də onların dəftərxana vəziyyətlərini tərazlayıb, sahmanlayıb, işə götürür və ya yer boşaldır. Amma prezident administrasiyasında kadrlar şöbəsinin rəisi var. Tələt Məcidov adlı bir ağsaqqaldır. Ağsaqqal derkən qardaşın 80-dən bekara artıq yaşı var və yürüdüyü yerdə bir də büdrüyür. Öskürü basqıranda da səntirləyib yıxılır və yıxılanda da gedir işçilərini söyüb yamanlayır ki, siz mənə çəp gözlə baxdınız, nəzər cadusu yazdırdınız, ona görə getdiyim yerdə yıxıldım. Gerçəkdən deyirəm, belədir. Adamın 80-dən biraz artıq yaşı var deyəndə də mübaliğə etmirəm. 80 yaşı mayın 23-də tamam olub, keçib 81-i xırdalamağa. Ya bu şöbə heç kimə gərək deyil, ya da Tələt Məcidovun o şöbədə gördüyü elə işlər var ki, o işləri Azərbaycanda heç kim görə bilməz. Adam özü də bilirsiniz neçə yaşında bu vəzifəyə təyin olunub. 72 yaşında. 72 yaşında olan adam da vəzifəyə qoyular ma millət, özü də nə vəzifə? Prezident administrasiyası dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdürü vəzifəsinə. 80 yaşı tamam olanda İlham Əliyev onu da müşərrəf etdi və bir dənə vətənə xidmətə görə medalını astı yaxasından ki, ağsaqqal, hələ bu dünyada görəcəyin çox işlər var, davam et. Bütün hallarda mən şəxsən belə hesab edirəm ki, bu vəzifə heç kimə gərək deyil, yoxsa bu yaşda adamı orada saxlamazlar, göndərərlər pensiyasını xərcləməyə, yaxud da o biri dünya işlərinin qalanını sahmanlamağa. Gərək olmayan vəzifədir dediyim bir qənaətdir ki, bayaq dedim. Prezident administrasiyasının kadr məsələləri ilə Paşa Holdingin kadrlar şöbəsi məşğul olur. Bəs orada kadr məsələləri şöbəsinin müdürü kimdir? İnanmayacaqsınız. Öncə xırda bir təqdimat. Azəriqazın sədr müavini 5 ay bundan əvvəl Bakı şəhərində bir avtomobil qəzası törətdi. Burada adamı öldürdü, üstünü də malaladı, qutardı. Əlbəttə eləyəcək. Ölkədə Paşa Holdingdən yuxarı yer varmı ki, onun iradəsinin üstünə iradə qoysun? Söhbət Nail Abdullayevdən, Azəriqazın sədr müavini olan şəxsdən gedir. Yanvar ayının 8-də baş vermiş avtomobil qəzasını sənədləşdirdilər ki, günah həmişə öləndə olur. Atalar sözü var axı belə bir. Atalar sözü varsa ekspertiza zat qələt eləyir. Nə əlaqəsi var deyəcəksiniz? Haqlı da sualdır. Axı Azəriqazın himayədarı Paşa Holdingin kadrlar idarəsinin rəisidir. O xanım da Azəriqazın şefi Azər Məmmədovun həyat yoldaşıdır. Daha bundan artıq nə himayə ola bilər ki? Rəis Sokar mənşəli kadr Çün Azər Məmmədov 2023-cü ilə qədər Sokar Enerji Georgia'nın baş direktorunun müşaviri olub, həyat yoldaşı da Paşa Holding mənşəli başqadır. Əslində Azəriqazın bütün rəhbər şəxslərini, o cümlədən hətta sədrini də bu xanım əfəndinin qılığı ilə təyin edirlər kimi söhbətlər var. Azəriqaz dəhlizlərində gəzən söhbətlərdir. Azəriqazdan söhbət düşmüşkən yığcam bir epizodu bir daha nəzərinizə çatdırın. May ayında bu şirkət Lənkəran, Masallı və Cəlilabad rayonlarında kütləvi yoxlamalar üçün komissiyalar göndərib və komissiyalar belə qərara gəlib ki, aşkar edilmiş dəhşətli maxinasiyalara görə verilən qeyri-dövlət rüsumlarının məbləği üzə çıxarılmış faktları gizlətmək üçün uyğundur, yetərlidir. Azər Məmmədovun fitvası Nail Abdullayevin cari tapşırığı ilə bu söhbət bloklanıb. Yəni, komissiyanın aşkar etdiyi qayda pozuntularını, qanun pozuntularını, vəzifə səhlənkarlığı və kütləvi rüşvətxorluq nəticəsində baş vermiş xidməti cinayətləri ört-bastır etmək üçün yetərincə qeyri-rəsmi vəsait toplanmışdır.
Məsələn, ən yaygın korrupsiya əməliyyatlarından biri pasiv abunələrin aktivləşdirilərək saxta sənədlər əsasında satılmasıdır ki, bu epizodun biri ən azı 500 manata başa gəlir. Üst-üstə toplayırsan, bir də görürsən ki, ayda ölkə ərazisində təkcə bu pozisiya üzrə bir neçə milyon manat qatlandı. Tələt Məcidov belə işləri bacarmaz. Azəriqaz mənşəli mənbələr bildirirlər ki, bu cür proseslərdə Namiq Məmmədov adlı Ağsuya qaz müdiri göndərilmək üçün hazırlanmış kadrın vasitəçi yığıcı xidmətlərindən istifadə edilir. Onu bir daha sınayıblar, mürəkkəb maxinasiyaların ən sadə həlli yollarını tapdığı üçün fərqləndiriblər. Elə həmin mənbələr bildirirlər ki, Namiq Məmmədov bilavasitə Paşa Holdingin kadrlar şöbəsinin müdiri olan xanım əfəndi vasitəsilə Azəriqazın örtülü ödənəklərinin yerbəyər edilməsində iştirak etdiyi üçün Nail Abdullayev də indi onun ən qatı himayədarı olmuşdur. O cümlədən əlbəttə Azəriqaz şefi Azər Məmmədov. Amma bunlar çevik işlərdir və bu işləri görmək üçün Tələt Məcidov kimi 80 yaşını prezident administrasiyasının dəhlizlərində sürmək yox, daha gənc yaş intervalında Paşa Holding brendi ilə cövlan etmək lazımdır. Hörümçək torunun bircə, özü də çox xırda hücrəsində nələrin olduğunu fərq edə bildinizmi? Əsl hörümçək toru budur. Ukraynanın keçirdiyi əməliyyat deyil. O cür əməliyyatlar olur və bitir. Bu cür əməliyyatlar isə olur və bitmir, davam edir.